meydanında qazanılan qələbə diplomatik müstəvidə də uğurlarımızı qaçılmaz etdi. Laçındayıq və Laçın şəhid vermədən, bir güllə belə atılmadan bizə qaytarılan 3 rayondan biridir. Bu rayonun Azərbaycan üçün geosiyasi əhəmiyyəti də böyükdür və artıq 4 ildir ki, Laçın doğma sakinlərindədir. Ötən 4 ildə bu rayon üçün nələr dəyişib? İstər sosial, istər turizm, istərsə də infrastruktur baxımından. Və obyektiv verilişində bu həftə Laçından söhbət açacağıq. Eyni zamanda Laçının Azərbaycanın suverenliyinin təminindəki rolundan da danışacağıq. Qayıdışın reallaşması üçün işğaldan azad olan bütün ərazilərdə bərpa və quruculuq işləri hazırda aktiv şəkildə aparılır. Laçın rayonu üzrə vəziyyət nə yerdədir və indiyə qədər hansı işlər görülüb, ətraflı məlumat verəsiniz? İlk öncə sizi salamlayırıq gözəl Laçın şəhərində, əla havada, hava şəraitində. Biz hazırda Laçının Seyrəngah deyilən ərazisindəyik və bura daima ətrafı seyr etmək üçün seçilmiş bir yerdir. Ümumilikdə məlumat üçün sizə bildirim ki, Cənab Prezidentin müvafiq fərmanı ilə təsdiq olunmuş Böyük Qayıdışa dair 1-ci dövlət proqramı çərçivəsində tədbirlər planı təsdiqlənmişdir. Və o tədbirlər planında hər bir dövlət qurumunun qarşısına mühüm öhdəliklər və hədəflər qoyulub. Laçın şəhərində bu Böyük Qayıdış proqramı çərçivəsində demək olar ki, indiyədək şəhərin tikintinin ilkin fazasında biz tamamlanmış hesab edə bilərik və ətraf ərazilərdən Sus kəndi və Zabuq kəndinin sakinlərimizin köçülməsi ilə yanaşı tamamilə başa çatmış hesab etmək mümkündür. Belə ki, şəhərdə infrastruktur quruluşu baxımından bir təhsil ocağı, 2 nömrəli məktəb tam müasir standartlara cavab verən şəkildə qurulub, tamamilə yenidən tikilib. Eyni zamanda Zabuq kəndində bir məktəb, bir bağça, bir tibb məntəqəsi, kəndin idarəçiliyi üçün icra nümayəndəsi inzibati binası qurulub. Eyni zamanda Sus kəndində bir məktəb, bir bağça qurulub və tamamilə sakinlərin köçü yekunlaşıb. Laçında xoş gördük sizi və artıq Laçın 4 ildir ki, doğma sahiblərindədir. Bu ötən 4 ildə Laçında çox şey dəyişib. Sosial baxımından, infrastruktur layihələri baxımından necə dəyərləndirirsiniz görülən işləri? Görülən işləri maksimum dərəcədə yüksək dəyərləndirirəm. Çünki mən özüm də əslən Laçınlıyam. Laçının işğaldan əvvəlki dövründə görmüşəm, kəndlərində olmuşam. İndi bugünkü gündə də çox sevinirəm ki, Laçın artıq azaddır. Laçınlar öz doğma yurtlarına bizim müvafiq olaraq qayıdış proqramına uyğun olaraq qayıdırlar. Həm strateji cəhətdən, həm ərazi cəhətdən çox nadir bir təbiətin bəxş etdiyi bizə bir torpaqdır, ərazidir. Laçında deyim ki, Laçının ərazisi şimaldan Kəlbəcər rayonu ilə, cənubdan Qubadlı ilə, şərqdən Şuşa, Xocalı, Soqovşan ilə, eyni zamanda da bu qərbdən bizlə sərhəddir Ermənistan. Təəssüflər olsun ki, və Laçında 72 min hektar yaylaq sahələri var, 34 min hektar da meşə massivi var. Laçın çox yeraltı sərvətləri ilə, təbii ehtiyatlarla zəngin olan bir yerdir. Laçın özü bir rayon kimi 1923-cü ildə burada Abdallar kəndi olub, Abdallar və Laçın kəndləri olub, onların əsasında yaradılıb, amma yaranma tarixi təsadüf edir 1924-cü ilə. Əbəs deyir ki, 1974-cü ildə Laçının 50 illiyi keçirilib. O zaman Ulu Öndər Heydər Əliyev də Azərbaycan Respublikasına rəhbərlik edirdi. Diplomatik yolla qaytarılmasına rəğmən Laçın
ən çox mina problemi ilə qarşılaşan rayonlardan biridir. Azərbaycanın humanist davranışına Ermənistan müharibə cinayəti ilə cavab verdi. Hətta aparılan əməliyyat axtarış tədbirləri nəticəsində Laçında Vətən müharibəsindən sonra Ermənistanda istehsal olunan minalara da rast gəlindi. Təmizləmə zamanı 34 mindən artıq piyada əleyhinə mina aşkar olunub, 20 mindən artıq tank əleyhinə mina aşkar olunub, 109 mindən çox partlamamış hərbi sursat aşkarlanıb, ümumilikdə 164 mindən artıq mina və partlayıcı qalıqlar aşkar olunaraq tərəfimizdən zərərsizləşdirilib. Xudafərin Qubadlı Laçın avtomobil yolu, Laçın şəhəri, Laçın rayonunun Zabuq kəndi, Sus kəndi, Minkənd kəndi, Pircahan kəndi, Hacıxanlı kəndi və digər kəndlərdə təmizləmə işləri artıq aparılıb. Hal-hazırda gördüyünüz bu ərazi Daşlı kəndinin ərazisidir. Burada da təmizləmə əməliyyatları aparılıb, hal-hazırda davam edir. Demək olar ki, Laçın şəhəri daxil Sus və Zabuq kəndləri ilə bir yerdə 4000 nəfərədək artıq sakinimiz öz doğma yurtlarına qayıdıblar və bu qayıdışla paralel onların məşğulluğunun da təmin olunması müvafiq qurumlarla birgə koordinasiyalı şəkildə aparılmaqdadır. Bizim bunun üçün gördüyümüz işlər çərçivəsində şəhərə yaxın məsafədə yerləşən Zerti kəndində 57 hektar ərazidə Zerti aqrosanayi kompleksi qurulub və kompleksdə demək olar ki, 35-dən yuxarı müxtəlif təyinatlı müəssisələr var. Onların içində fermer təsərrüfatı, kimyəvi məhsullar, ayaqqabı fabriki, istilik təsərrüfatı, istixanalar, prefabrik evlərin tikintisi müəssisəsi, yəni müxtəlif təyinatlı və bu da bir növ Laçına geri qayıdan sakinlərin minimum əmək haqqı nəzərə alınmaqla orada məşğulluğa cəlb olunmasına dəstək göstərir. Və əsasən biləsiniz ki, dayanıqlı məskunlaşmanın başlıca prioriteti məşğulluqdur. Və biz köçürülən sakinlərin məşğulluğunun təmin olunmasına xüsusi diqqət yetiririk. Laçın ərazisi 1835 kvadrat kilometrdir. Laçının əhalisinin sayı, mən rəsmi statistika ilə desəm, yanvar 2023-cü ilə 75 mindir. İndi deyilənə görə 80 mindən yuxarıdır. Laçının da aparılan işlərin böyük miqyasda aparılması bugünkü gündə Laçında beynəlxalq hava limanının tikintisidir. Keçmiş postsovet respublikaları içərisində bu günləri o tikinti də Qorçu kəndində aparılan tikinti quruculuq işlərində ki gedir oradakı beynəlxalq hava limanı tikilir. O 1800 metr hündürlükdə, dəniz səviyyəsindən hündürlükdə olan bir yerdə salınacaq. Çox böyük əhəmiyyətli bir belə deyək hava limanı olacaq. Bu hava limanında belə deyək o terminalın 5000 kvadrat kilometr təşkil edəcək. Gün ərzində 200 sərnişinə xidmət göstəriləcək. Yol infrastrukturdur. Bu günləri Laçın-Kəlbəcər yolu 75,8 kilometr uzunluğunda olacaq. Mövcud yoldan 32 kilometr qısa olacaq. Eyni zamanda nəzərinizə çatdırım ki, hava limanından Kəlbəcərə 60 kilometr, Şuşaya 70, Laçına da 30 kilometr məsafədə yerləşəcək. Bu, onun bir daha böyük əhəmiyyət kəsb etdiyini göstərir. Çünki siz görürsünüz, ətrafda hamısı dağ massividir. Burada o yol infrastrukturunun çəkilməsi də hasant deyil, çətindir. Hal-hazırda bu dəqiqə Laçın şəhərinin, yəni Laçın rayonunun şimal-qərb hissəsində yerləşən 65 kilometr məsafədə yerləşən Daşlı kəndinin ərazisindəyik. Hal-hazırda burada əməliyyatlar davam edir. Yəni döyüş sahəsidir bizdə, yerüstü təmizlənməsi əməliyyatları aparılır. Daşlı kəndində bu sahələr yekunlaşandan sonra gördüyünüz bu tərəfdə yaxın məsafədə Şəlvə kəndi var. Onun ərazisində artıq texniki tədqiqat işləri aparılır.
Yollar işləri yekunlaşdırandan sonra biz təmizləməni inşallah orada aparacağıq. Ondan növbəti Ərikli kəndi yerləşir. Yaxın məsafədə Ərikli kəndinin ərazisinin növbəti işimiz orada aparılacaq əməliyyatımız. Sonra Kürtacılı kəndi var. Məlumat üçün bildirim ki, bu 30 il ərzində mina partlayışı qurbanlarının sayı 3400 nəfərdən artıq olmuşdur. Bunlardan 359 nəfəri uşaq, 38 nəfəri isə qadınlar olmuşdur. 2020 10 noyabr tarixindən bu günə qədər 381 nəfər mina partlayışı qurbanı olmuşdur ki, bunlardan da 70 nəfərə həlak olmuşdur, 311 nəfəri müxtəlif növ xəsarət almışdır. Laçın üçün gələcək prioritetlərdən danışarkən hansı layihələrin reallaşması gündəmdədir? Ümumilikdə məlumat üçün sizə bildirmək istəyirəm ki, Laçın şəhərin özünün indiyənədək təhvil verilmiş hissəsində bizim demək olar ki, bütün fərdi yaşayış evlərində və azsaylı çoxmənzilli binalarda yaşayış təmin olunur. Və bizim növbəti köç üçün artıq yeni fərdi yaşayış evlərinin və çoxmənzilli binaların tikintisi məsələsi qiymətləndirilməkdədir. Və biz bunu müvafiq dövlət qurumları ilə əlaqələndirilmiş şəkildə sənədlərinin normativ hüquqi prosedurların tamamilə yerinə yetirilmədən icrasına başlamaq istəmirik. Deyə bilərəm ki, planlarımız çoxdur, amma reallaşmamış o planlar barədə danışmaq bir qədər düzgün olmaz. Amma ümumilikdə yəni şəhər ərazisi müxtəlif xəritə üzərində də fazalara, məhəllələrə bölünərək onlar qiymətləndirilir, onların ailə tərkibi, sayları xüsusilə öyrənilir və bu çox olduqca vacibdir ki, hər bir evdə neçə sakin olacaq, o sakinlərə hansı otaq şəraiti adekvatdır, neçə mənzil onlar üçün, daha doğrusu neçə otaq onlar üçün daha yaxşı olar yerləşməsi. Axı onlar 32 il işğal altında qalanda Laçın onsuz vəziyyət çəkirlər. Onları bugün cənab prezidentimizin bu boyda dəstəyi ilə biz yalnız və yalnız yaxşı şərait bəxş eləyə bilərik. Allaha çox şükür, demək olar ki, heç bir ölkədən, heç bir beynəlxalq maliyyə qurumundan maliyyə dəstəyi olmamış bir şəkildə sırf dövlət büdcəmizin hesabına həyata keçirilir bu işlər. Laçının işğaldan azad olunmasından danışanda bir nüansa çox diqqət eləmək lazımdır. Hərbi siyasi yolla qələbə qazandır. Çünki hərb meydanında bizim dövlət başçımızın rəhbərliyi ilə Azərbaycan əskərinin göstərdiyi şücaətlər hesabına biz hərb meydanında düşmənin, belə deyək, hərbi elitasını çöktürdük. Bizim sərhəd qoşunların baş komandanı cənab prezidentə məruzə elədi ki, artıq Azərbaycan bayrağı sərhəd buraxılış məntəqəsində dalğalanır. Sərhəd buraxılış məntəqəsinin yaradılmasına Amerika Birləşmiş Ştatları da, Fransada, Ermənistanın havadarları, ermənilərin özləri birmənalı yanaşmadılar. Hər yerdə beynəlxalq müstəvidə səsləndirdilər ki, bu olmaz, bu 2020-ci ilin 10 noyabr birgə bəyanatına, üç tərəfli bəyanata ziddir, amma bu belə deyildi. O bəyanatın müddəalarında bizim suverenliyimiz, müstəqilliyimiz göstərilmişdi. Özü də bu elə belə olmadı. Beynəlxalq Ədalət Məhkəməsinin də 2023-cü il 6 iyul tarixində qərarı oldu ki, ermənilərin bu iddiaları əsassızdır və onların iddiaları qəbul olunmadı beynəlxalq ictimaiyyət tərəfindən də və bu bir daha Azərbaycanın xarici siyasətində uğuru oldu. Görürsünüzmü, döyüş sahəsi 41 daşlı 00104. Artıq 1, 2, 3 işlənib, axırıncı sahəmiz 4-cü sahədə işləyirik. Gördüyünüz kimi görür ki, burada təmizlənmiş ərazi. Artıq təmizlənmiş ərazilər. Burada rəqəmlər göstərilib. Ümumi sahə 768.830 kvadrat metrdir. Tədqiqatın işlədiyindən sonra, yəni tədqiqat əllə, itlərlə, mayilərlə də işləyəndən sonra bizə qalan ərazi budur.
Laçın şəhərində evlərin təmizlənməsi zamanı düşmənin tələb məqsədi ilə işə düşən minalardan istifadə etmələri aşkar olunmuşdur. Bunlar Ermənistan istehsalı olan Xmeyin E minasının altına əl qumbarası qoymaqla, digər qurğulardan əldə qayırma vasitələr hazırlayaraq tələb məqsədi ilə çəkib evlərin girişinə, həyətyanı girişlərə qoymuşlar. Əsas mərkəzi küçələrimizin konsepsiyası hazırlanır. Orada müxtəlif asudə vaxtların səmərəli keçirilməsi üçün də planlar mövcuddur. Eyni zamanda bizim gələcək planlarımızda təbii ki, yəqin ki, bunu eşidirsiniz. Laçın MDB Mədəniyyət Paytaxtı 2025-ci il üzrə elan olunub. Bu da xüsusilə məsul bir vəzifədir və onun təşkilində bizə infrastrukturun tikintisi xüsusilə əhəmiyyətlidir, vacibdir və artıq mən böyük əminliklə deyə bilərəm ki, bizim Zerti kəndində Cənab Prezidentimizin İşlər İdarəsinin sifariş əsasında böyük bir otel kompleksinin tikintisi aparılır. Bax elə bu Seyrəncaddan aşağıda görünən məscid bizim Laçın üçün olduqca əhəmiyyətlidir. Onun artıq müəyyən hissəsinin tikintisi tamamlanmış hesab oluna bilər. Demək olar ki, gələn ilin ərzində təhvil verilməsi nəzərdə tutulur və Şərqi Zəngəzurda daxil olan rayonlar içində ən böyük məscid hesab oluna bilər. Həkəri çayının gözəlliyi göz qabağındadır. Onun ətrafında salınmış yaşıllıq zolağı bizim tərəfimizdən bulvar adlandırılır və sakinlərimizin orada xüsusi zövq və istirahəti bizim üçün xüsusilə məftunluq yaradır ki, sakinlər uzun müddət işğalda qalmış ərazidə cəmi 8 ay, 1 il ərzində bərpa olunan bu füsunkar gözəllikdə istirahət edə bilirlər. Laçın-Şuşa yolundayıq və bu yol Ermənistanın 30 il törətdiyi ekoloji terrora qarşı Azərbaycanlı ekoaktivistlərin humanitar aksiyalar keçirdiyi ərazi kimi yadda qaldı. Aksiyalardakı çağırışlar məntiqi sonluğunu Laçın keçid buraxılış məntəqəsinin qurulmasında tapdı və bununla da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmininin bünövrəsi qoyuldu.